Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ölkə ərazisində yüzlərlə filialı olan Almarket mağazalar şəbəkəsinin bir çox filiallarının bağlanması ilə bağlı məlumat yayılıb. Xəbər verilir ki, bağlanan filiallar həm Bakı, həm də bir çox bölgələri əhatə edir. Məsələ ilə bağlı açıqlama verən şəbəkənin marketinq üzrə baş mütəxəssisi Məlahət Əsədova faktı təsdiqləyib. O qeyd edib ki, söhbət müasir tələblərə cavab verməyən bəzi filialların fəaliyyətinin dayandırılmasından gedir. Azərbaycanın aparıcı endirim mağazalar şəbəkəsi olan Almarket xidmət keyfiyyətini yüksəltmək və beynəlxalq standartlara uyğun alış-veriş mühiti yaratmaq məqsədi ilə geniş miqyaslı yenidən qurma prosesinə start verib. Bu çərçivədə müasir tələblərə cavab verməyən bəzi filialların fəaliyyəti dayandırılıb. Eyni zamanda daha funksional və rahat mağazaların açılışı həyata keçirilir. Bağlanan filiallarda çalışan işçilərin işdən çıxarılıb çıxarılmayacağı məsələsinə gəlincə isə, həmin filiallarda çalışan əməkdaşların hər biri ilə fərdi şəkildə görüşlər keçirilib, alternativ iş yerləri təklif olunub. Artıq 250-dən çox əməkdaş yeni işlə təmin olunub deyə mütəxəssis qeyd edib. Xatırladaq ki, ilin əvvəlində Almarket mağazalar şəbəkəsinin bir neçə filialının fəaliyyətini dayandıracağı ilə bağlı yayılmışdı.